Salam izləyicilər, bu video dəstə Microsoft Excel proqramında xana ilə bağlı keçidlər və onların qısa yolları haqqında danışacağım. Bu keçidlərdən birincisi hər hansı bir sətrə məxsus bir xana seçək. Məsələn, 7 nömrəli sətrə məxsus bir xana seçdim. Klaviaturadan Home düyməsini bassam, cari sətrin birinci xanasına keçid edəcəkdir. Klaviaturadan da göstərim. Home düyməsini icra edərək həyata keçirə bilərsiniz. Əgər sizin klaviaturanızda Home düyməsi yoxdursa, bəzən bu rəqəm düymələrinin üzərində olur. Belə ki, rəqəmlərin üzərində Numlock adlı düymə var. Burada aşağıda göstərilsə də sizdə yuxarıda olacaq. Numlock düyməsi aktiv olduqda normalda bu rəqəmləri yazır. Aktiv olmadıqda isə bunların üzərində olan, yəni diqqətlə baxsınız, rəqəmlərin üstündə, məsələn, adətən 7-nin altında Home yazılır. Yəni, Numlock pasiv olduğu halda siz 7-ni basanda Home düyməsi kimi işlənəcək. Bəzi klaviaturalarda sağda rəqəm klaviaturası olmadıqda, bəzən bu Home düyməsini yerləşdirirlər adətən sol tərəfə. Yəni sol ox düyməsinə, yəni burada Fn düyməsi ilə birgə sol oxu basanda, yəni Home düyməsinin gördüyü işi görəcək. Fni basmayanda sol ox kimi işləyəcək. Başqa bir, məsələn, sətrə də qoysam, 11 nömrəli sətrin xanasına qoydum. Yenə Home düyməsini icra etdikdə həmin sətrin birinci xanasına keçid eləyir. İkinci qısa yolumuz klaviaturadan Ctrl Home düyməsini basmaqdır. Bu zaman işçi vərəqin birinci xanasına keçid edilir. Yəni, hansı xanada olursunuzsa olun, o xanada məlumat yazılsa da və ya yazılmasa da işçi vərəqin birinci xanasına keçid eləyəcək. Klaviaturadan da göstərim. Ctrl və Home düyməsi birgə icra edərək. İndi bəzi klaviaturalarda Home düyməsi olmayanda Ctrl F'n sol oxu basacaqsınız və ya bəzi klaviaturalarda rəqəm klaviaturası varsa, Numlock düyməsini basıb pasiv edib Ctrl düyməsi ilə birgə 7-ni basacaqsınız. Digər qısa yol Ctrl End düyməsidir. Normalda Ctrl End düyməsini bassaq heç bir keçid baş verməyəcək. Çünki bunun üçün məlumat olan bir baza lazımdır. Yəni, Ctrl End düyməsini basanda sonuncu dolu olan xanaya keçid edir. Burada da sonuncu dolu olan xana bu xana olduğu üçün məhz bu xanaya keçid edəcəkdir. Yəni, burada fərqi yoxdur. Siz məlumat olan xanadan Ctrl End'i də bassa sonuncu dolu olan xanaya keçid eləyəcək və ya boş xana da seçsəz Ctrl End'i bassa sonuncu dolu olan xanaya keçid edəcəkdir. Klaviaturadan Ctrl End düyməsini icra etməklə bu prosesi həyata keçirə bilərsiniz. Əgər sizdə End düyməsi ayrıca yoxdursa, Ctrl Fn və sağ ox düyməsini basacaqsınız. Bəzi klaviaturalarda isə End düyməsini adətən bir rəqəminin altında qeyd edirlər. Yəni, Ctrl-la biri basanda End kimi işləyəcək. İndi bəzi istisnalar da olur. Bəzən mən qeyd elədim ki, Home 7-nin üzərində, End isə 1-in üzərində bəzi fərqli klaviaturalar da olur. Onlarda biraz fərqli yerləşdirə bilərlər. Bunu da nəzərə alın. Amma mütləq Numlock düyməsi pasiv olmalıdır. Amma burada Ctrl Home'u basanda, yəni ilk dolu olan xanaya keçid eləmir. Ümumiyyətlə, işçi vərəqin birinci xanasına keçid edir. Yəni, cədvəlin birinci xanasına keçid eləmir. İşçi vərəqdə birinci xana hansıdırsa, yəni bu da A1 xanasıdır, yəni o xanaya keçid edir. İstəyir burada məlumat olsun və ya olmasın. Amma Ctrl End'i basdıqda sonuncu dolu olan xanaya keçid eləyir. Əgər bu cədvəldən də aşağıda başqa bir xanada məlumat olarsa, məsələn, yenə Ctrl End'i basanda görürsünüz, sonuncu dolu olan xanaya keçid eləyir. Digər qısa yolları da nəzərə salaq. Deməli, yəni keçidlə bağlı qısa yollara, məsələn, sütun üzrə, hər hansı bir sütun üzrə, məsələn, C sütunu üzrə ən sonuncu xanaya
keçid eləmək istəyirəmsə, klaviaturadan Ctrl və aşağı ox düymələrini basırsınız. C sütunu üzrə ən sonuncu xanaya keçid eləyir. Bu da C1.48.576 adlı xanadır. Klaviaturadan da göstərim. Ctrl aşağı ox. Həmin sütun üzrə birinci xanaya keçid eləmək istəyirsinizsə, Ctrl yuxarı ox düyməsini basırsınız. Ctrl və yuxarı ox. Qeyd edim ki, yəni işçi vərəq mütləq boş olmalıdır. Sətr üzrə də məsələn, tutaq ki, 6 nömrəli sətr üzrə ən sonuncu xanaya keçid eləmək istəyirsə, Ctrl sağ ox düyməsini basacaqsınız və bu 6 nömrəli sətr üzrə ən sonuncu xana XFD 6 xanasıdır. Zaten Namebox sahəsində də bu əks olunub. Deməli, Ctrl sağ ox. Həmin sətr üzrə birinci xanaya keçid eləmək istəyirsinizsə, Ctrl sol oxu basa bilərsiniz. Ctrl sol oxu basırsınız. İşçi vərəq əgər boşdursa, həmin sətr üzrə birinci xanaya keçid eləyir. Eyni zamanda təbii ki, Home düyməsini də basaraq keçid eləyə bilərik. Çünki qeyd etmişdik ki, Home düyməsi cari sətr üzrə birinci xanaya keçid edir. İstəyir burada məlumat olsun və ya olmasın. Yəni İndi isə əgər işçi vərəq boş deyilsə, müəyyən məlumatlar varsa, həmin sütun və sətr üzrə keçidlər edərkən işin şəkli dəyişir. Məsələn, A sütunu üzrə müxtəlif xanalarda məlumatlar var. Bu zaman Ctrl aşağı oxu basanda birinci dolu olan xanaya keçid eləyir və bir daha da icra eləsəm Ctrl aşağı ox düyməsini ikinci dolu olan xanaya keçid eləyir və bundan sonra məlumat yoxdursa və həmin sütun üzrə sonuncu xanaya keçid edəcəkdir. Həmçinin Ctrl yuxarı ox basanda da birinci dolu olan xanaya keçid eləyir. Yenə icra etdikdə ikinci dolu olan xanaya keçid eləyir və olmadıqda ən birinci xanaya keçid edir. Həmçinin sətr üzrə də belədir. Məsələn, 4 nömrəli sətr üzrə məlumat var. Ctrl sağ oxu basanda birinci dolu olan xanaya keçid eləyir. Ctrl sağ oxu yenidən icra etsə ikinci dolu olan xanaya keçid eləyir və məlumat olmadıqda Ctrl sağ oxu yenidən vurduqda sonuncu xanaya keçid eləyir. Ctrl sol oxu basanda birinci dolu olan, yenə icra etdikdə ikinci dolu olan və məlumat olmadıqda ən birinci xanaya keçid eləyir. Amma Home düyməsini icra eləyəndə bir dəfəlik birinci xanaya keçid eləyir. İstəyir məlumat olsun, istəyir olmasın. Yəni həmin sətr üzrə birinci xanaya keçid eləyir. Bu qədər. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.